Salam, Sərxoş podkasta baxırsınız, həm də dinləyirsiniz. Çünki Sərxoş podkast YouTube-dan başqa bütün ödənişli, ödənişsiz olan rəqəmsal musiqi platformalarında da onlayn olacaq. Bizi sükan arxasında idmanla məşğul olarkən, yemək bişirərkən, istənilən yerdə həm dinləyə bilərsiniz, həm izləyə bilərsiniz. Qısacası sizə heç bir variant buraxmamışıq ki, bizi izləməyəsiniz. İlk podkastımızda qonağının kim olmağı haqqında çox da düşünmədik. Çox da bu mövzu haqqında baş sındırmadıq. Məlum idi ki, ilk qonaq kim olmalıdır? Azərbaycan bar industriyasının başlanğıcı, Azərbaycan bar mədəniyyətinin mənbəyi, Azərbaycan Barmenlər Assosiasiyasının sədri Murad Məmmədovdur bu gün qonağımız. Murad bəy, xoş gəlmisiniz. Yo man. Çox sağ olun ki, dəvətimizi qəbul elədiniz. Bu aralar bilirəm, hamı kimi sizin də başınız çox qarışıqdır. Dəyərli vaxtınızdan ayırıb qonağımız olduğunuz üçün sizə bir daha təşəkkürümü bildirirəm. Çox sağ ol Orxan bəy. Belə poetik sözlər işlədirsən. Həqiqətən də mən çox şadam ki, belə bir veriliş hazırladım. Yəni bu veriliş, əminəm ki, bu veriliş uzun müddətli olacaq və bütün bar sahəsində məşğul olan insanlar, məşğul olmayan da insanlar mütləq şəkildə bir fayda tapacaqlar bu verilişdə. İnşallah, bizim də ümidimiz onadır. Murad bəy, necə sözünüzü necə hiss edirsiniz bu aralar? Valla çox əla. Aralar deyəndə indi bu saat çox əla, yüngül, həqiqətən bilirəm. Yəni sənin yanında belə olmaq xoşdur. Çox sağ olun, çox sağ olun. Bizə də çox xoşdur ki, siz qəbul elədiniz istəyimizi. Murad bəy, bu aralar hardasınız? Nə işlə məşğulsunuz? Harda və necə fəaliyyət göstərirsiniz? Bu aralar mən bir proyekt var idi, onunla məşğul idim. Sirdi sənət proyektləri. Təəssüflər olsun ki, yox, xoşbəxtəm ki, o proyektdən biraz ayrıldım. Ondan qabaq digər proyektlər var idi. Bir də əsas olan mənim işim, əsas yox, yəni bir işlərdən biri istehsalat, buz istehsalatıdır. Sonra bir də ondan qabaq restoranlar idi, yəni belə bir şey. Okey. Buzdan söz düşmüşkən, yəqin ki, bu industriyada olan hər kəs bu proyektə görə sizə minnətdardır. Elə istəyərdim bu haqda danışaq ki, necə oldu belə bir biznes açmaq qərarına gəldiniz? Hardan doğdu bu ideya? Hansı çətinliklərlə üzləşdiniz? Ümumiyyətlə çətin oldumu? Bu haqda ətraflı danışsaydınız, maraqlı olardı. Əslində ideya yarandı hardan? Xarici platformalara baxırdım, xarici uşaqlara baxırdım, barmenləri. Necə olur, orada bu var, bizdə bu yox. Mən həmişə nəyisə eləyəndə düşünürdüm ki, niyə orada o var? Yəni bizdə o, Azərbaycanda o yox. Həmişə onu düşünürdüm. Yəni bu biznes olaraq ona görə yox. Yəni ondan əvvəllər biz nə iləsə məşğul olanda mən məqsəd qoymuşdum ki, biz niyə bunlar qabaqdadılar, biz arxadayıq. Yəni mədəniyyət olaraq, bar mədəniyyəti və s. digər bir şey. Niyə? Burada da hal-hazırda odur ki, elə bir şey var. Avropada, Rusiyanın, Ukraynanın özündə, Gürcüstanın özündə də var. Ucu, 2 dənə istehsalat. Yəni niyə orada var, bizdə də yoxdur. Qərara gəldim ki, araşdırma aparandan sonra xüsusi bir avadanlıqlar var. Onları aldıq və indi inşallah işləyirik. Gecikmələrlə də olsa da sifarişlərimizi çatdırırlar uşaqlar. Murad bəy, yəqin ki, çox adam bilmir. Mənim özümə də çox maraqlıdır bu. İstəyərdim lap əvvələ gedək. Sizin ilk addımlarınızı atdığınız vaxtlara qayıdaq. Necə oldu ki, barmen oldunuz? İlk vəzifəniz, ilk iş yeriniz hara olub? Kimdən öyrənmisiniz? Ümumiyyətlə o vaxtki mühit necə idi? Restoranların, barların səviyyəsi nə yerdə idi? El mədəniyyəti nə yerdə idi? İnsanların bu mədəniyyət haqqında, kokteyl haqqında anlayışları, məlumatlılıq səviyyəsi nə yerdə idi həmin vaxtlar? Əsgərlikdən qayıdandan sonra 2004-cü ildə çox keçmədi, mən bir dostum var, məni bu sahəyə dəvət elədi. Barmen kimi yox, ofisant kimi. Yəni heç kəsə bu sir deyil ki, əgər sən uğurlu bir peşə sahibi olmaq istəyirsənsə, sən ilk növbədə ən aşağıdan başlamalısan ki, qalxasan yuxarıdan. Bayaqları o lətifə demişkən yağış məsələsi. Və orada çox işləmədim, 3 ay, 4 ay. Həmin işlədiyim yerdə bir bar var. Orada da həmişə, necə ki, məktəbdə, institutda olur, rus sektordan, az sektor dava eləyir. Həmən restoranda da belə bir misal var idi ki, ofisantlar barmenlərini həmişə qırğın eləyirdilər. Ya onu gətirmirlər, ofisantlar barmenlərə yürürlər ki, gedin moykadan öz bakal gətirin və s. kimi bir şeylər. Bu həmişə olub, həmişə də olacaqdır. Yəni, amma əslində olsa elə olmamalıdır.
Yəni mehriban bütün restoranda, kollektivdə mehribançılıq olmalıdır. Hər kəs bir-birini başa düşməlidir. Şimdi mən indi orada işləyərkən bu barmenlərə köməklik edirdim ki, onsuz da bu yolu gəlirəm, elə padnosu gətirim qoyum. Elə oldu ki, münasibət yarandı. Münasibət yaranandan sonra bunlara dedim ki, mən istəyirəm bara keçim, öyrənim. Onlar dedilər ki, bizdə burada yer yoxdur, amma səni bir yerə yönəldəcəyik. Yay aylarına yaxın idi. Elə oldu ki, məni yönəltdilər. Mən biraz belə bir insanam ki, düşünürəm, sonra addım atıram nəyəsə. Düşündüm, necə zəng eləyim o insana ki, o məni qəbul eləsin. O da bar menecer idi o vaxt. Adını deyəcəm sizin. Zəng elədim, dedim ki, filan kəs verib nömrənizi, istərdim sizin komandanızla işləyim. Mənim üçün böyük bir şərəf olar sizinizlə bir yerdə işləmək. Mən bilmirdim o adam kim. Akaziyası o Azərbaycanda 3 nəfər varsa, 3 nəfərdən birinci yerdədir o adam. Yəni Hansı sahədə 3 nəfər? bar sahəsində, barmen sahəsində də, yəni 3 nəfər var idisə, onların biri o idi. Yəni mən bilmirdim o kimdir. Prosta getdim işləməyə. Mən rovna 6 ay, 3 ay belə deyək də, yəni polnocenный 3 ay ancaq moşnik köməkçi vəzifəsində işləyirdim. Yəni mənə heç nə vermir. Orada da işimiz nədən ibarət idi? Zakazları vermək, kokteylləri vermək. Mən qorxurdum içkiyə yaxınlaşmağa, çünki bilmirəm. Hər bir şey mükəmməl görmək istəyi olduğuna görə, perfeksionist olduğuma görə istəyirəm hər şeyi mükəmməl görüm. Ona görə qorxurdum addım atmağa. Və beynimdə fikirləşim, mən necə elm reseptləri yadımda saxlayım. O vaxt nə kitab var idi, nə internet var idi. Kitab var idi, prosta alınmırdı oxumaq. Yəni internet yox idi, indiki kimi. İndi bu saat oturursan, dünyanın o birisi başında sən live stream apar. Yəni çətin idi o vaxtı dönəm. Mən necə qərara gəldim öyrənim. Hansısa kokteyl çıxanda mən birinci baxırdım onun əlinə, hansı içkini götürürdü o, vodkadırsa, kontrolsa, nədirsə. Yadımda saxlayırdım, növbəti sifarişdə həmən içkilər mən götürüb qoyurdum onun qabağına. Əvvəl stansiya deyilən şey, barna stansiya deyilən bir şey o vaxtın vaxtlarında, yəni ümumiyyətlə Nerjaveyka ilə işləyən ustaların sayı ümumiyyətlə az idi. Böyük şirkətlər vardı, Titan Group, ən böyük şirkət Titan Group idi. Yəni onlara stansiya görsədəndə onlar biraz belə qəribə baxırlar. Onlar öyrəşiblər, ancaq mətbəxdə sadə bir dənə masa düzətsinlər, ifşo, bundan da işimiz bitsin. Dövrən dəyişir, ustalar çoxalır, işi öyrənirlər və daha da mükəmməl işlər görürlər ustalar. Onun əsasında da stansiya deyilən şey olmadığına görə Respublikada 2 dənə yerdə stansiya var idi. Biri klub var idi 1033, o da nəyə görə? Çünki orada xaricilər gəlmişdi o klubu qurmağa. Bir dənə də haradaydısa yadımda deyil. Bir də oteldə var idi, köhnə inturistdə. Sözümün canı nədir ki, əlinə baxıb içkiləri belənçi düz qabağına qoyur. O mənə demirdi, onu ver, bunu ver və s. Yəni o hamısı ağlımda olub, hamısını bir dəfə görəndən sonra hamısını keçirdirdim. Növbətdə o mənə heç nə deyilmirdi. 3 ay ancaq köməkçi. Qab yumaq, xalaceyniklərə mallar vurmaq və s. Orada mən bildim əsl köməkçi necə olmalıdır ki, daha da yüksək peşəkar bir barmen olsun, barmenden də sonra barmenecer olsun, barmenecerdən də sonra bəlkə də müdir olsun, ya da ki, başqa bir vəzifə daşıyıcısı olsun. Həmişə də o formatda mən getmişəm. Yanıma köməkçi barmen gələndə ilk növbədə ona birinci növbədə barın təmizliyini, hər bir dərin bir şeyləri öyrənirdik ki, o daha da mükəmməl bir insan olsun. Ondan sonra Orxan işlədim onların komandasında. 1 il, 2 il işlədim. Elə oldu ki, даже 3 ildə pamımda 3 il işlədim. Paralel olaraq flaringdən də məşğul olurdum. Mənə baxırdılar, dedilər ki, sənin məsəl üçün gələcəyin var və s. Orada deməli iş qurtarırdı saat 9-da 10-da, 9-da 10-da qutarandan sonra gecə saat 4-ə qədər mən məşq edirdim. Yəni həmin barın üçün. Dururdum səhər 10-da, barmenin də zavtraki nədir? Çipsi, tomatlı sok. Başqa heç bir şey də, yəni belə bir şey. Hər gün beləncə davam edirdi. Orada uşaqlar baxırdılar, ofisiantlar. Yəni hətta elə indi ofisiantlar var idi ki, hansı ki bizdə orada işləyənlər böyük bir şəbəkənin rəhbərləridirlər. Ofisiant işləyib, indi rəhbərdir. Hal-hazırda. Mangal Steakhouse-da işləyən hal-hazırda bir insan var. O oranın rəhbəridir hal-hazırda. O əvvəl bizlə bir yerdə orada işləyirdi. Yəni və deyirdi ki, sən gələcək və s. Elə oldu ki, işlədim müəyyən restoranlarda, klublarda, eyni komandada işləyirdik də, yəni belə bir şey də düz. Yəni orada hər şeyi mən görürdüm, hər şey. Ordulular da var idi, akşotlar da var idi və s. Yəni elə bir şey. Özüm belə şeyi mən qəbul eləmədiyimə görə mən elə şeyə addım atmırdım. Prosta mənə çıxardırdılar, çivoy kimi verirdilər. Mən özüm deyirdim ki, mənə pul lazım deyil. Mənə yol puluna sigaret pulu versələr bəs edir də. Bir pul qazandasan deyirəm, niyə sanmıqlam? Əsas mənim üçün karyeradır. Karyera olandan sonra pul özü də gələcək. Qısa deyim Orxan, elə oldu ki,
bir tədbirdə işlədik. Tədbirdə işləyəndən sonra bir nəfərlə tanış olduq. Harda, hansı ki Moskvada yaşayır. Məni Moskvaya dəvət elədi. Moskvaya məni dəvət elədi, orada məni qarşılamadı. O şimdi onun dediyi burada olan sözlər ora gəlib çatanda yanlış oldu. Eyni vəziyyət orada təzədən sıfırdan mən qalxdım. Orada Moskvada. Rusiyaya gedəndən sonra Moskvaya gedəndə 2008-ci il idi. 2008, 7-nin axırı, 8-in əvvəli. Bir dəqiqə, siz burada hələ ki tam belə barmen olmamışdınız. Moskvaya gedirdiniz hələ ki öyrənməyə. Yox, mən ucu burada tam barmen idim. Ucu top 5-liyə düşürdü. O vaxt vaxtlarında tam barmen idim. Prosta mənə deyildilər ki, sənin burada gələcəyin yoxdur, get ora. Orada daha da çox var gələcək. Mən o vaxtı flaring modda idi, trenddə idi hal-hazırda. Yəni həqiqətən də flaring trenddə idi. Məşhur bir kino var, hansı ki kinoya uşaqlar baxıb barmen olublar. Kokteyl filmi. Yəni həqiqətən də o indi köhnə barmenlər hansılar ki, biz indi adlarını bir-bir desək, o kinoya baxıb barmen olublar. İstəyiblər olmaq. Çünki orada trend var idi, orada maraq var idi, müştərilər fərqli idilər. Fərqli necə? Yəni yanaşma, barmen sənətində yanaşma biraz fərqli idi. Ona görə də onlar qərar gəldilər ki, mən DJ yox, mən olum barmen. Başa düşdünüz nə demək istəyirəm? Bəli. Hər bir sənətin piki var. O vaxtda da pik barmen sənətində idi. O vaxt demək romantikası var idi da, bir barmen olmağın. Puldan başqa, sənətdən başqa həm də bir bəli, stimul var idi. Prestiji var idi. Prestij var idi, bəli. Orada elə tədbirlər vardı ki, gülməli çıxsa da barmenə deyirlər, mən səndən evlənmək istəyirəm, mən səndən uşaq olmaq istəyirəm. Yəni o dərəcədə bir şeylər var imiş. Kontaktlı stoykalar var idi. Yəni çox idi. Bütün restoranlarda Bakıda kontaktlı stoyka idi. Yəni fərqi yoxdur. Bu restoran olsun, ya da gecə klubu olsun, ya da ki adi bir lounge olsun. Yəni zalda masa ola-ola müştəri gəlirdi, barın arxasına otururdu. Nəyə görə? Mən istəyirəm barmenlə söhbət edeyim, danışım. Nə bilim, nəsə içim. Bu bir trend idi o vaxt. Prosta indi nəyəsə görə, o nəyəsə biraz mövzu uzanacaq. Kontakt stoykalar ancaq klublarda qalıb. O da ki, ona görə ki, hamı əylən. Moskvaya getdim 2008-ci ildə. Orada mən gördüm ki, başqa bir level. Elə oldu ki, mən orada açığın deyim, Azərbaycanlılarla ünsiyyət qurmadım. Çünki biraz çətindir bizimkilərlə orada ünsiyyət qurmaq. Mən ruslarla ünsiyyət qurdum. Elə oldu ki, mən onlarla ünsiyyət qurandan sonra mənə inanıb öz klubuna elə ki, dəvət elədilər. Lord Ildesi, mən onlarla bir yerdə başladım işləməyə. Mənə də deyirlər ki, sən Azərbaycanlıya oxşamırsan. Vaşı zimliki, которые gəlirdilər. O tam fərqli adamlar, sən fərqlisən, o fərqli. Yəni xarici görünüş baxımından, işə yanaşma baxımından, həm işə, həm də ki iş etiqadı, iş əxlaqı bax. Bəli. Əsas budur. Yəni orada o vaxt yadınızdadırsa, Sovet hökuməti dağılanda, parçalandı da yəni hər bir şey. Hamı gedirdi pul qazanmağa. Pul qazananda da Bakı cəmaəti gedirdi başqa yerə. Daha da biraz belə segmentdə olan insanlar, yuxarı segmentdə olan insanlar gedirdilər, pulla vəsaitlə gedirdilər. İşləməyə yox, yaşamağa gedir. Bəzi Azərbaycanlılar da vardı ki, hansı ki illər getdikcə onlar hamısı düzəliblər. Mənə də ona görə deyirdilər ki, sən biraz fərqlisən. Yəni sən fərqlənirsən bu birlərdən. Dedim, okey, məndə heç nə yoxdur. Yəni mən buradan üstüdə. Yəni okey, onlarla başladım işləməyə, əlaqələrimi qurdum. Orada beynəlxalq yarışlarda iştirak elədim. Orada Azərbaycanı yaxşı yerlərdə təmsil elədim. İlk yarışım olub, birinci yerdə olub rusların arasında. Hətta mənə Süleyman o kadrları göstərib. Bizdə yanda tamaşaçılarımız üçün də görünəcək. Sizin flare kadrlarınız var YouTube-da. Çox cavan vaxtlarımız, nəsə saçlı olan vaxtlar. Bəli. Mən heç bilmirdim belə şey var. Süleyman göstərmişdi mənə. Hansı Süleyman? Sulik, bizim Sulik. Arı. Aha. Onun haqqında da mən indi bir mövzuya toxunacağam. Okay. Da, mən bilmirdim açıq deyirəm, o səni görsədib. Okey, lap yaxşı. Orada birinci yarışmam olub. Rusların arasında birinci yer tutmuşdum mən. Hamı təəccübləndi. Necə olur? Murad təzə gəlibdi. Biz neçə illərdir məşq edirik belə. Dedilər ki, Muradın texnikası biraz fərqlidir. Yanaşması fərqlidir. Ona görə də çətindir onun elədiyi hərəkətlər. Nəysə, özümü tərifləməyim. Sonra orada 2008-ci ildə böyük bir beynəlxalq yarışma oldu. Yəni o mənim ən uğurlu yarışmam oldu. Dünya üzrə 16-cı yerə daxil oldum mən. 20-liyə daxil oldum. Orada Rus barmenləri var idi ki, hansılar ki məndən 4 il, 5 il qabaq məşq edirdilər. Mən onlara baxırdım, ağzım açıq idi. Onlar aşağıdaydılar, mən yuxarıdaydım. Məndən yuxarıda 2 il, 3 dənə Rus vətəndaşı var idi, Rus barmeni var idi. Qalanlar hamısı xarici. Argentina, Amerika, Las Vegasdan gələnlər kimi də. O oldu. Ondan sonra orada bir neçədən yarışma oldu. O yaxşı yerlərdə təmsil edirdim Azərbaycanı. Bir müddət keçəndən sonra orada yenə də bir Azərbaycanlı ilə tanış oldum. Necə tanış oldum? O da bar sayəsində idi. Prosta fəaliyyət göstərmir. O prosta pulun dalınca qaçır. Sonra sənətin dəyişdi, oldu zərgər. Yəni bayaqlar mən ona görə deyirdim ki, əgər
biz nəyisə yenilik qatırıqsa, bu sahənin içində qalmalıyıq da ki, nəyəsə fayda verək. O dedi ki, bəs nə əcəb assosiasiya yoxdur filan düşünürkən, dedim valla bilmirəm. Mən hələ uşağam, amma 28, 26, 25, 28 yaşındaydım da. Yəni dəqiq yadımda deyil. 2008-2009-cu illər idi. 84 təvəllüdüm, yəni ki, tamaşaçılar kalkulyatorda hesablayan neçə yaşım var. Mən elə şeyləri ümumiyyətlə düşünmürdüm, açıq deyim. Mənim üçün ən önəmli faktor o idi ki, ilk növbədə olan faktor o idi ki, Azərbaycanın adı beynəlxalq bu sahədə, beynəlxalq arenada olmasıdır. Okay. Və mən onu Rusiyada, Moskvada layiqincə onu elədim. Məndən sonra uşaqlar da eləyiblər. Tam var da uşaqlar beynəlxalq yarışmalarda iştirak eləyiblər. Morning Cup olsun, Jameson Bartending Bowl olsun və yaxud digər yarışmalar olsun, KNC yarışması olsun, eləyiblər. Hansı yerlər tutublar? Əsas odur ki, layiqincə təmsil ediblər. Əsas budur. Murad bəy, siz mənim əslində bu sual yox idi bizim reqlamentdə, amma yaralı yerimə toxundunuz. Siz ən aşağılardan gəlmək haqqında danışdınız. Zaman-zaman bəzi barmenlər olur, hansı ki, söhbət əsnasında danışırıq. Fəxr eləyirlər ki, fəxrlə deyirlər ki, mən heç vaxt barbek olmamışam, mən birbaşa girdim bara filan. Mən buradan onlara səslənmək istəyirəm ki, yəni bu fəxr olması şey deyil əslində. Mən şəxsən özüm barbek olmayıb birbaşa barmen olanlar, okey, onların içində çox istedadlı, çox yüksək yerlərdə olanlar var. Amma iş əsnasında görünür ki, onlar barbek olmayıblar. Nə bilim, barbek kimi empatiya göstərib kiməsə öyrətmək, pedaqogikaları olmur və yaxud davranışlar filan bunlar uyğun gəlmir. Məncə bu böyük amildir, elə sizin sözünüzə qüvvət, ən aşağılardan gəlmək. İndi istəyərdim ki, həmin o elə başı bəlalı, içi mən qarışıq, hamının bütün günahı üstünə atdığı, prezidenti olduğunuz Azərbaycan Barmenlər Assosiasiyası haqqında danışaq. Ümumiyyətlə necə oldu ki, Murad bəy, assosiasiyanı yaratmaq qərarına gəldiniz? Bu necə və hansı şərtlər altında mümkün oldu? Həminki vaxt necə idi? Açığını deyim, həmənki vaxt çox çətin idi. Onu çox adam bilmir, amma assosiasiya, Azərbaycan Barmenlər Assosiasiyası 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2006-cı ildə. Hamı elə bilir ki, 12-ci ildə Murad yaradıb və s. yəni. Əslində onu başqa bir insan yaradıb. Sadəcə o insan bu sferaya aid olan insan olmadığına görə və pulun dalınca qaçdığına görə pul güdürdü də. Pul necə? Yəni görürdü ki, burada sponsorluq var, falan beşməkan nəyəsə vasitəsilə. O bunu eləmədiyinə görə, fəaliyyət göstərmədiyinə görə bu 12-ci 11-ci illə qədər fəaliyyət ümumiyyətlə heç nə göstərməyib. Amma qeydiyyatda olub. Qeydiyyatda olsun da, yəni mən də şirkət açaram, qeydiyyatda Okay. sıfırda, yəni heç bir şey fəaliyyət göstərmir. Əsas fəaliyyətdir. Fəaliyyətdə olmayıbdı 2011-12-ci illə qədər. Deməli 2010-cu ildə mən Bakıya qayıtdım. Hamı bilir ki, Neçə il sonra Murad bəy? Neçə il Moskvada yaşadınız? Rusiyada nə qədərsə 2007-nin axırında getmişəm, 2010-cunun əvvəlində gəlmişəm. Okay. Gələndə də bura yenə də bu assosiasiya yenə də həmənki kimi yoxdur, bir şey yoxdur. O vaxtı var idi. Tahir Əmiraslanov bir bölmə yaratmışdı, barmenlər bölümü. Öz Kulinariyanın içərisində. Orada da barmenlərin çoxsu əksəriyyəti ora getmədi. Müəyyən barmenlər getdi. Sonra o bir aydan sonra, 2 aydan sonra heç orada maraq olmadığını, o bölüm prosta ləğv olundu. Kulinariyanın içində. O da nəyə görə yaratmışdı ki? Ona görə ki, assosiasiyanın özü yox idi. Sonra da bir o şəxs, hansı ki zərgər olub, indi o əvvəl yaradıbdı. Prosta sənəddə gəliblər, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdiblər, ifso. O vaxtı rahat idi onu eləmək, indi çox çətindir onu eləmək. 2016-cı ildən 12-ci ilə qədər assosiasiya müəyyən bir səbəblərə görə, mən bilmirəm, açıq deyim, yalan deyə bilmərəm, müəyyən səbəblərə görə ümumiyyətlə fəaliyyət göstərdi. Prosta var, o adam əvvəl barmen idi, sonra barmenlikdən çıxıb, başqa işlərlə məşğul olub, o kimi öz şəxsi nəsə başqa işləri var idi. Mən qərara gəldim ki, bəs o adamı tapım, araşdırım, çünki mən də Ədliyyə Nazirliyinə gəldim, dedilər ki, belə bir şey var, niyə ki yaradırsınız yenə də? Dedim, okey. Gəldim o şəxsin yanında, dedim ki, bəs belə bir şey var, qeydiyyatda, Barmenlər Assosiasiyası. Biz istəyirik bunun fəaliyyətini artıraq. Gəlin biz bir yerdə bərpa edək, fəaliyyətini bərpa edək. Gəlin bir yerdə birlikdə bunu edək. O şəxsin cavabı oldu ki, mən eləyə bilmirəm, mən bu sayədən uzaqlaşmışam və s. Qərara gəldik ki, uşaqlarla, barmenlərlə ki, bu insanla biz danışaq və assosiasiyanın rəhbərini məni təyin eləsinlər. Mən təbii ki, əlaqələrim böyük olduğuma görə mən bu yükün altına girdim. Cavan idim, cavan kadr idim, gücüm var idi. Qələbə aclığı. 100%. Beynimdə o vaxtda Azərbaycan-Ermənistan olan münasibətlər çox pis idi deyənə, mənim əsas məqsədim o idi ki, mən də bir Azərbaycan vətəndaşı olaraq bu sahədə nəsə köməklik eləyim
Azərbaycana. Çox üzr istəyirəm. Həmin vaxt Ermənistanda mühit necə idi ki, yəni onlar artıq var idimi assosiasiyalar? Azərbaycan Barmenlər Assosiasiyası yaranan gündən yarandı, ondan sonra Ermənistanda yarandı həmin tarixdə. İkinci yaradılışı idi, yoxsa ilkin? Azərbaycan və Ermənistan Barmenlər Assosiasiyası 2006-cı ildə yaranıb. Okay. Bizimki birinci yaranı, onlarda sonra yaranıb. Okay. Yəni bu sirləri çox adam bilmir. Bəli. Heç Tahir Əmiraslanov məsələsini də mən bilmirdim ki, O Orxan belə deyim də, onu yaşlı pokoleniya bilir. Mən indi bunu izah elədim, dedim. Məndən sonra ola sənin vasitənlə, sənin podkastın vasitəsilə cavan kadrlar və kameranın o biri tərəfində, kadr arxasındadır. Kadr yoxsa necə deyirlər, kameranın hansı tərəfində? Tamaşaçılar, hə. Və mən bunu dedim və ondan sonra tamaşaçılar bunu biləcəklər ki, həqiqət bilsinlər məncə. da, bilirlər. Tarixin bilməyənlərin çünki coğrafiyasını başqaları yazır. Bilsinlər. Bəli, tamamilə doğrudur. Azərbaycan və Ermənistan Barmenlər Assosiasiyası 2006-cı ildə yaradılıb. Bizimki birinci qeydiyyatdan keçib, sonra onlar da qeydiyyatdan keçib. İndi məsələyə keçirik. Nəyə görə onlarda inkişaf olub? Olub ki, heç bilmirəm. Yox, açıq deyirəm. İndi mən onu deyirəm. Çox üzr istəyirəm. Bizdə belə oldu ki, deməli, qaydaq 2006-dan 2012-yəcən vərəq üzərində assosiasiya olsa da, bunun bir fəaliyyəti olmayıb. Bəli. Bəs ermənilər də bizimlə eyni vaxtda yaradıblar. Ermənilər də sizin məlumatınız var 2006-dan 2012-ci ilə onlarda necə keçib bu vaxt? Səmərəli keçidmi, yoxsa onlar da bizim kimi sadəcə adı olub? Onlarda yox, onlarda ad olmayıb, onlarda səmərəli keçib. Nəyə görə? Çünki orada mədəniyyət biraz fərqli idi. Orada içki içənlər çox idi. Bizdə, bizim özümüzdə, Azərbaycanda barmenlər inkişaf eləsə də, onları qabağa çəkən yox idi. Yəni birlik deyilən bir şey yox idi. Sənətdə yox. Bir qabaqda dayanan bir insan, uşaqlar, sənin potensialın var, dava gedib beynəlxalq arenada yarışmayaq ki, sizi orada görsünlər, Azərbaycanı təmsil edirsiniz. Onlarda o olduğuna görə, o insan olduğuna görə, o onları çəkirdi, barmenləri öyrədirdilər, çəkirdilər xarici arenaya və s. Və elə oldu ki, onlar Beynəlxalq Barmenlər Assosiasiyasına üzv oldular və mən onu orada görürdüm. Yəni onlar Ermənistanda olan barmenlər, flaringlə məşğul olan barmenlər, hamısı mənə belə həsrətlə baxırdı. Necə olur, Azərbaycanlı gəlir burada hoqqa çıxardır. Bizim aramızda bir dənə də flaring deyilən barmen yoxdur. Məndən sonra gələnlər var idi, mənə baxıb öyrənirdilər və mənə özümə ləzzət edirdi. Amma mənə ləzzət eləsələr də mən onları uzaq saxlayırdım özümdən. Yəni imkan vermirdim ki, mənə baxsınlar, məndən nəsə götürsünlər. Yəni o yaxşı adam götürə bilər, amma mən istəmirdim o olsun. Ona görə mən tək məşq edirdim. Elə olurdu ki, elə zallar var idi ki, hansı ki onlar gəlməyəndə. Məsələn, elə zallar var ki, məsələn, rusların çoxsu da onlara yaxın saxlanırdı. Çünki bilirdilər ki, onlar nə cür insandırlar. Yəni o həqiqət belə də. Mən Ştefanovda, Aleksandr Ştefanov. Bəli. Он özü, Дикий Мурат, ты другой человек, а вот несмотря на то, что вы соседи, да, то есть они совсем другие. Gəlirlər nəsə hərəkətləri olurlar, nə bilim belə bir şeylər. O da insanlarla xoşuna gəlmir. Sən bu hərəkətin üstündə neçə şeylərdə məşq edirsən, attachment edirsən. Kimsə də gəlir sənə baxır, onun oxşarını səndən qabaqda yarışmada edir. Təsəvvür edin, yəni bu nə cür ola bilər də. Nəysə, onu qoyub bir qara. Onlar fəaliyyət göstərirdilər. Çünki onların başında bir nəfər dayanır. Hansı ki, dartırdı. Ora, davay ora gedək, bura gedək, yarışmaya gedək, Rusiyaya gedək, Ukraynaya yarışmaya gedək və s. Mən onları orada görə, mən bilmirdim assosiasiya deyilən bir şey var o vaxt. Halbuki sənətdə var idi. Qərara gəldim ki, mən özüm olaraq, Murad olaraq arenada öz sözümü deyəcəm. Axırda da mən dedim, amma ortada bir adam yox idi. Bir dənə flaring barmen var idi, familiyası Manukyan idi. O da Las Vegas'da işləyir. Ermənistanda məşq eləyib, fürsət tapıb gedib Las Vegas. İndi ora hal-hazırda oranın vətəndaşıdır, işləyir. Onun flaringi mənim flaringdən tam fərqlidir. Orada o məndən özü yaşda böyük. Onun artısı misal bəlkə də 50 yaşı var. Çox pokoleniyadır. Çox qoca pokoleniyadır. Nəysə, sözümün canı odur ki, gəldim bura, qərara gəldik ki, mən bu yükün altına girə biləcəm. 2010-11-ci ildə sədr seçildim. Sədr seçiləndən sonra qısa müddətdə başladı fəaliyyət göstərməyə. O da nəyin vasitəsilə? Biz barmenlərin vasitəsilə. Barmenlər necə? Yəni barmenlər öz işləyirlər, öz barlarında işləyirlər. Sadəcə biz bu industriyanın başında dayandığına görə təkcə mən yox, orada bir neçə nəfər var idi. Ənvər var idi, Anar var idi. O uşaqlar var idi. Yəni o vaxt bizim yanımızda Orxan Qasanov işləyirdi, köməkçi, barmen köməkçisi işləyirdi. O xatırlayır. Biz başladıq barmenləri toplamağa. Yəni çünki bizdə orada birlik var idi. Birlik yaranmışdı bizim aramızda. Yəni siz, mən, bir də 3-cü, 4-cü şəxslə birlik.
ki bu industriyanı qaldıraq, bazardığımız qədər eləyək qaldıraq. Vot, ilk iclasımızı elədik. 2012-ci ildə böyük bir iclas elədik. O vaxtı Xes klubu idi adı. İndiki orada Novostroyka tikiblər. Əvvəl Sevil kinoteatrı idi. Nərimanov heykəlinin arxası. Yox, Nərimanov heykəlinin, Musabekov heykəlinin arxası. 2012-ci ildə iclas elədik. Orada deməli 40-50 nəfərə yaxın barmen topladı. Oradan sonra biz böyük bir zavoda getdik, Azqranatan zavoduna getdik. Orada barmenlər ilk dəfə gördülər ki, şərab istehsalı necə olur, meyvə şirələri istehsalı necə olur. Çox böyük bir maraqla qarşılaşdılar uşaqlar orada, çox böyük bir maraqla. Sonra 2013-cü ildə yenə də bir daha iclas elədik. İclasın mətni nədir? Birinci iclasda biz kimik, məqsədimiz nədir və gələcəkdə görülən işlər. İkinci iclas o idi ki, hansı işlər gördük, gələcəkdəki olan iclasları, gələcəkdəki olan işlərimizi ictimaiyyətə çatdırmaqdır. İctimaiyyət yəni barmenlərdir. Onların arasında menecerlər də var idi, ofisiantlar da var idi. Elə ofisiantlar var idi ki, iclasda iştirak edirdi. Dedi ki, mən öyrənmək istəyirəm, barmen olmaq. O vaxt məktəb eləyən şey yox idi. Biz götürürdük bara, deyirəm gəl bizim yanımızda barda işləyək. Birinci köməkçi funksiyasını. Qubka, paraşok, su. Xaladenikləri görürsən, görürəm, su təmizləyirsən. Çıxardırsan, içini təmizləyirsən, çölünü təmizləyirsən, arxasını, hər tərəfini təmizləyirsən. Elə vəziyyəti görən insan, bayaq mən dediyim insan var. İndi bu saat bar menecer vəzifəsində işləyir. Layiqincə də təmsil edir öz restoranını. Paralel olaraq başqa işlə də məşğuldur. No, okey, o öz şəxsi işi var. Dizayner, nəsə belə bir şey. 2012-ci ildə ikinci iclas elədik. Orada da topladıq biz 40-50 nəfərə yaxın barmen. Üçüncü iclas bizdə oldu 14-cü ildə. O olub Fairmont otelində. Bax orada biz topladıq, daha da böyük bir kütlə topladıq. Orada hardasa 70-80 nəfərə adam topladıq. O da ki, belədir, mən bunu belə deyərəm, podval obyektləri yox idi orada. Orada hamısı A klass, A+, A klass, bir də B+ obyektləri. B+ nə deməkdir? Hansı lounge-dur, hansı karaoke klubdur, podvalni помещениyalar, o Infinity, tam ne знаю, вот His Club kimi obyekt, elə barmenlər yox idi bizim aramızda. Var idisə biz çalışırdıq onları düzəldək ki, onlar öz iş yerlərində daha da məsuliyyətli, daha da görünüş olaraq fərqli insan kimi olsun. Barın arxasında dayanıb belə pis çıxmasında, yəni siqaret Papindo Mamina xalta kimi olmasın da. Yəni içki içən, barın arxasında içki içib, kola demirəm də, yəni spirtli içki içən. Yəni biz çalışırdıq elə barmenləri biraz özümüzdən uzaqlaşdıraq. Hansı ki, içkiyə bu sənətə gəliblər içki içmək üçün. Elə barmenlər də var amma. Necə ki, kebabçı var, kebab çəkir, buradan da kebabçı olubdur ki, mən kebab yeyim, ət yeyim, ət qıtlığıdır məndə. Burada da həmən şeydə barmen sənətinə addım atır ona görə ki, barda içki içsin, öz tələbatını doyuzdursun. Biz elə barmenləri çalışırdıq kənarlaşdıraq. Çünki o ilk növbədə qayda qanunu pozan odur. Mədəniyyət bundan başlayır. Bu əgər bu insan içirsə, olub piyan, lord ilə desək də, yəni bu özünü apara bilmir obyektə. Sabahları bu necə bu öz içdiyini müştəriyə təqdim eləyəcək. Təqdimatın bir yana danışacaq, ən azından bu içkidən danışacaq. Bunu necə düzgün içmək lazımdır, ondan danışacaq. Yəni belə bir şey var. Daha o vaxtı bir müştəri var idi, deyirdi ki, mənə ən qəşəng kokteyl ver də. Yəni o vaxtı belə idi vəziyyət. Hansını verək? Burada nə qədər içki görsə hamısını bir-birinə qat vermə. Allahın olsun belə müştəri görmüşəm. Yəni o dərəcədə bir problemlər var idi. Biz də dedik ki, mənim olmaz. Özümüzə uyğun olaraq nəsə təqdim eləyirik ona. Yəni ondan sonra 2012-ci ildə bir yarışma elədik biz. 2012-də speed mixing yarışması elədik. O Nərimanov heykəlinin yaxınlığında Arena Sport Bar vardı. Orada onun da şəkilləri var, görsələr. 13-cü ildə fəaliyyətdən biz danışırıq, yoxsa necə? Fəaliyyətə gələcəyik. Onda okey. Bir gedək istəyirsinizsə. Sual nə idi? İndi ümumiyyətlə sual bu idi ki, biraz biz uzun getdik. Necə oldu, qərara gəldiniz? Həmin vaxt necə əmələ gəldi bu filan? Onu cavabladınız artıq. Mənim növbəti sualım budur ki, Murad bəy, ümumiyyətlə assosiasiya nə deməkdir? Bu hansı növ quruluşun adıdır? Çünki biz öyrəşmişik ki, adətən eşitməyə ki, hər hansısa bir şeyin nəyinsə federasiyaları assosiasiyası. Biz bu assosiasiya sözündən qabaq həmişə federasiyalar sözünü görmüşük də. Amma bizdə mən federasiyalar görmürəm. Necə oldu ki, biz dediyim, yəni sizdə birbaşa assosiasiya oldu bunun adı, bu quruluşun adı? Mən belə deyim. Necə oldu? Sadə bir şeydir bu. Federasiya sözün mənası fərqlidir, assosiasiya sözün mənası fərqlidir. Federasiyanı yaratmaq üçün orada federasiya insan yaradır və onun nəzdində ona tabe olan
qurumlar yaradır. Məsəl üçün qruplar yaradır. Misal üçün Emin Qafarovdur, Salaxov, bir də əvvəl Siz Mixlabdan danışırsınız. Mixlabdan qabaq onlar başqa şey yaratmışdılar. Okay. Madrid barda işləyəndə. Onlar başqa bir şey yaratdı. O uzun çəkmədi. Community səviyyəsində. Okay. Orada da desək community. Amma qrup şəklində. Onlar həm məktəb dərs deyə bilərlər, onlar həm öyrədə bilərlər kimisə və s. Başda olur federasiya. Və federasiya necə ki idmanda necə başda dayanır federasiya, burada futbol klubları var. Başa düşürsüz? Bu futbol klubları da federasiyaya bağlıdırlar. Başa düşürsüz? Bizdə ümumiyyətlə bu anlayış yoxdur. Bizdə təkcə Azərbaycanda yox, bu dünyada belə bir şey yox. Dünyada belə bir yeganə bir təşkilat var, Beynəlxalq Barmenlər Assosiasiyası. Ona uyğun olaraq, onun nizam-intizam qaydalarına uyğun olaraq yerdə qalan bütün dövlətlərdə assosiasiya yaranır. Federasiya yarada bilməz. Yaratmaq üçün daha da böyük sərmayələr lazımdır ki, o bir şey olsun da, federasiya adını daşısın. O federasiya adını daşıması üçün sən ayrıca bir binan olmalıdır. Harda ki sən orada təlimlər keçirdəcəksən və s. Yəni təkcə bir mərtəbəli, yəni bir ev boyda yox. Orada başqa bir şey olmalıdır. Mən götürək avtomobil federasiyası, idman federasiyalarının müxtəlifdir də, kickboxing federasiyası var və s. Yəni o hamısı bodybuilding və s. O hamısı binalardır. Binaların içində də bir nəsə açılır da, yəni o hamısı böyük bir sərmayə tələb olunur. Hamıya elə gəlir ki, assosiasiya, federasiya yaratmaq biraz rahatdır. Əslində olan nədir? Yaratmaq problem yoxdur. Hər bir işi eləmək çətin deyil. Yəni prosta işin üstünə düşmək lazım və biraz möhkəm olmaq lazımdır ki, yarı yoldan qayıtmayasan. Amma ondan sonraki olan etaplar nədir? Ondan sonraki olan etaplar işçilərdir. Görülən işlərdir. Dövlətin qarşısında verilən hesabatlardır. Sabahlar dövlətə sən hesabat verməyəndən sonra dövlət deyəcək, bunu nəyə açmısınız? Bağlayın. Bəli. İstəyərdim elə bu mövzuya toxunaq Murad bəy. Assosiasiyanın rəsmiliyi nə yerdədir? Hər hansısa bir dövlət qurumu, nazirlik, agentlik assosiasiyanı rəsmi olaraq bir qurum kimi tanıyırmı? Və yaxud bu hər hansısa bir təşkilatın və ya nazirliyin nəzdindədirmi? Ümumiyyətlə bunun qanuna uyğunluğu MMC-dirmi, qeyri-hökumət təşkilatıdırmı? Yox. Bu haqqda istəyirəm biraz danışasınız. Hamıya məlum olsun. Ümumiyyətlə assosiasiya MMC deyil. Onlar satışla məşğul ola bilmirlər. Heç cürə mümkün deyil elə şey. Çünki o qanunvericiliyə ziddir. Bu qeyri-hökumət təşkilatına tabe olan bir qurumdur. Ümumiyyətlə bütün assosiasiyalar. Çünki nizamnamədə yazılıb Azərbaycan Barmenlər Assosiasiyası İctimai Birliyin qeyri-hökumət təşkilatı. Aha. Yəni hökumət yox, qeyri-hökumət təşkilatıdır. Yəni onlar Lordi də desək, perivodu nədir bu sözün? Siz deyin perivod. Lordi də desək, bunlar xeyriyyə ilə məşğul olmalıdırlar. Xeyriyyə ilə məşğuldurlar. Aha. Xeyriyyə ilə məşğul olanda isə kimə ki onlar o işi nəyisə göstərirlər, nəsə eləyirlərsə, oradan üzvlük haqqı ilə onlar özünü dolandırırlar. Üzvlük haqqı nədir? Məsələn, siz barmensiniz, məndə olan privilegiyalar var. Mən sizi məsəl üçün öyrədirəm, işlə təmin edirəm və restoranda sizin arxanızda Lordi də desə dayanıram. Əgər sizdə hansı bir çətinliklər olanda restoranda, biz assosiasiya olaraq gəlirik restorana və oranın menecmenti ilə, müdiriyyəti ilə münasibətimizi qururuq, izah edirik ki, belədir. Bizdə bu hallar olubdur. Bizdə barmenlər müraciət olub ki, bəs mən neçə ildir burada işləyirəm, mənə Trudavoy knижkada yazılmayıbdı bar menecer. Yəni o vaxtı Safron Group yaradılanda. Bu bir dəfələrlə olub. Biz məktub yazmışıq oranın general menecerına, ingiliscəsində yazdıq məktub ki, bəs bu insan bu nailiyyətlərə nail olubdu. Bu insan budur filan və s. treninqlərdə fəal iştirakçıdır. Bunu xahiş edirəm bar menecer vəzifəsinə təyin edəsin. Və bir müddətdən sonra 2 ay, 3 ay, 4 aydan sonra bunlar onu təyin eləyiblər. Trudavoyda da adı dəyişilib, barmen və supervisor yox, bar menecer adını daşıyıb. Yəni bu bir biz tərəfdən olan bir yardımdır qarşıdakı olan insana. Bu sabahları kimsə bizə zəng eləyəndə olub dəfələrlə zəng eləyiblər. Elə hətta olubdu ki, bir adam bir neçə dənə oteldə işləyib, halbuki onun əhatəsi böyükdür. Zəng eləyiblər bizə Elşar adlı. Zəng eləyib ki, soruşub ki, bu insan necə insandır? Bu sizin assosiasiyanın nəzdindədir, bu üzvüdür sizdə. Mən də onun xarakteristikasını şəffaf olaraq xarakteristikasını deyirdim. Bu tərəfdən bu yaxşıdır, bu tərəfdən bu belədir, bu tərəfdən belədir. Okay. No işçi olaraq daha da məsuliyyətlidir. Yəni belə formatda. Aydındır. Murad bəy, istərdim assosiasiyanın biraz daxilindən danışaq. Ümumiyyətlə assosiasiyanın daxili bir nizamnaməsi varmı? Quruluşu necədir? İdarə heyəti kimlərdir? Kim hansı vəzifəni daşıyır? Çünki biz həmişə elə öyrəşmişik ki, Murad Məmmədov və Azərbaycan Barmenlər Assosiasiyası deyimini sinonim kimi görmüşük. Sizdən başqa bu qurumda kimlər çalışır? Hansı vəzifəni tuturlar? Çox sual verdiyinə görə bu sualı. Nizamnamə məsələsində nizamnamə 100% var.
Çünki nizamnamə olmayan yerdə bu assosiasiya yarada bilməz. Və orada qeyd olunubdur ki, ictimai iaşə xidmət sektoruna, inkişafına yardım etmək. Yəni bunun içində içki mədəniyyətindən gedir. Biz ofisiantları yetişdirə bilmirik. Çünki yetişdirə bilərik. Yəni bunun üçün ayrıca bir ya qurum ya da ki bir treyninq sentr açılmalıdır ki, hansı ki orada sırf ofisiantlar yetişdirilsin. Вот. Eyni şey də Kulinariya Assosiasiyasında var. Hər kəs öz fəaliyyəti ilə məşğul və orada nizamnamədə o qeyd olunubdur ki, ictimai iaşə sektorunun xidmətinə kömək etmək, dəstək olmaq. Вот. Quruluş məsələsinə baxanda, quruluş məsələsi də sadədir. Bizdə assosiasiyadır. Assosiasiyanın nəzdində treyninq sentr mövcuddur. Aha. Treyninq sentr mövcuddur və yəni treyninq sentr nəzdində də klassikləri, miksoloqları yetişdiririk və flaring. Klassiklə miksoloqu yetişdirirdik. Miksoloq necə? İndi o vaxtı belə bir podrazdeleniya var idi. Biz klassikləri yetişdirirdik də. İnsanları hansı ki o vaxtı 2012, 13, 14-cü ildə bu mədəniyyət Avropadan bizə hələ gəlib çatmamışdı. Birinci o Rusiyaya çatmışdı. Necə ki o vaxtı o Rusiyada, Moskvada Beknarzi Londondan gəldi, bu industriyanı orada qaldırdı. Elə də o 2009-10-cu ildən bəri yavaş-yavaş biz tərəfə gəlirdi. Burası bizdə o həmənki tarixlərdə biz başqa bir işlərlə məşğul idik. Miksologiya tam da belə üstünlük vermədik. Nəyə görə? Çünki oradan gələn xarici barmenlər gəlməli idilər burada, bizimkiləri öyrətməli idi barmenləri ki, o industriyanı qaldırmaq üçün. O vaxtı cordial deyilən bir şey heç kəs tanımırdı. Halbuki orada barlarda düzəldirdilər. Yəni Rusiyanın özündə. Onlar da Avropadan götürüblər içkiləri və s. yenilikləri belə deyək. Bu flaringdən məşğul idik. Sadəcə bizdə bir dənə problem var idi ki, biz dövlət necə ki bayaqlar siz vurğuladınız, Orxan sən vurğuladın, dövlət dəstəyi və s. necə ki var, yoxdur. Mən dəfələrlə Əslində dəstək haqqında hələ danışacağıq. sən dövlət Mən onu sadəcə soruşdum ki, hər hansı bir qurumun nəzdindədirmi? Hər hansı bir dövlət təşkilatı, agentlik və ya nazirlik bunu tanıyırmı? Bir əli üstündədirmi? Bir maraqlanırmı? Bunu ona cavab vermək lazımdır. Əlbəttə, buyurun. Bu əslində 2014-cü ildə mən Mədəniyyət və Turizm Nazirliyində müraciət eləmişdim ki, bəs gəlin bizə köməklik edin, bizə bir yer ayırın, biz daimi şəkildə bir məskunlaşaq bir yerdə, sizin yanınızda və hardasa. Çünki Kulinariya Assosiasiyasını dövlət tam şəkildə dəstəkləyirdi. Yəni dövlət dəstəkləyirdi. Tahir Əmrəsłanovun yaratdığı qurumdan danışırıq. Bəli. Aha. Yəni indi hal-hazırda da Orxan Muxtarov yaratdığı qurum, onları da dövlət dəstəkləyir. Onlar AXSA-dır sən demədin. Yəni eyni qurumdur, eyni qeyri-hökumət təşkilatıdır. Sadəcə adı fərqlidir. Yəni bu da normaldır da, düzdür. Yəni o dövlət səhv eləmirəmsə dəstəkləyir. Amma barmenləri nəyə görə dəstəkləmir? Ona görə ki, biz müsəlman ölkəsi olduğuna görə bizə yolu göstəriblər içki şirkətlərinin üstünə. Yəni bu mənə rəsmi məlumat verir, rəsmi bir cavab olubdur ki, mən nazirlikdə oturmuşdum, görüşmüşdüm, çalışırdım ki, izah edeyim. Nar festivalında gəlin biz iştirak eləyək, nar haqqında nəsə bir yeniliklər eləyək, yeni milli kokteyl yaradaq ki, haradakı bütün barlarda olsun və bu kokteyl başqa digər ölkələrdə olsun. Necə ki, var. Azərbaycan Bakı kokteylləri London barlarında var. Baku Fire yoxsa nəsə belə bir şey var. O mən kitabda görmüşəm. Həqiqətən də kitabda var, beynəlxalq kitabda var. Adını qoyurlar Baku nəsə. Yəni bu böyük bir addımdır. Kim onu ora salıbdır, mən bilmirəm. Nazirlik nə cavab verdi sizə? Nazirlik bayaq dediyim kimi cavab verdiyi odur ki, biz müsəlman ölkəsindəyik, biz dəstək dura bilmirik. Ona görə ki, müsəlman ölkəsidir, siz içkini təbliğ eləyəcəksiniz. Bu bizim çox yaralı yerimizdir Murad bəy. Mən bir dəfə Nizamla da bu mövzunu danışmışıq. Danışmışıq deyəndə Nizam mənə bu məlumatı vermişdi. Buradan Nizama da çoxlu salamlar. Nizam da inşallah bizim qonağımız olacaq. Ümumiyyətlə birincisi qanunla din dövlətdən ayrıdır. Bu öz yerində. Yəni bu dövlətimiz də qəbul edir. İkincisi də ki, statistika var rəsmi ki, Ramazan və Məhərrəm aylarında iki cür alkoqol satışı var restoranlara. Onun deyəsən adı off trade, on trade idi. Restoranlara on trade, mağazalara off trade. Rəsmi statistika var ki, bu 2 ay ərzində mağazalardakı alkoqol satışı çox böyük sürətdə artır. Yəni insanlar bunu göz önündə içməsələr də Ramazan və Məhərrəm aylarında da içirlər.
Amma niyəsə məsələyə gələndə ki, nəsə fəaliyyətə gələndə Azərbaycan müsəlman ölkəsidir, burada içki içilmir. Halbuki mən növbəti suallarımızda var, bölgələr haqqında danışanda. Mən Qaxda idim, elə tək Qax yox, tutaq ki, lap Zaqatalada, Balakəndə filan. Mən şəxsən özüm Qaxdayam, bunu görmüşəm ki, hər evdə demək olar ki, nədənsə araq çəkirlər. Səhər də içirlər, günorta da içirlər, axşam da içirlər. Bu mövzu bizdə niyə belədir ki, biz amma əmələ gələndə biz müsəlman ölkəsiyik, amma əslində biz okey, bizdə müsəlman da var, dindar da var, amma hamısı belə gözəl bölünüb. Amma dövlətin siyasətinə gələndə buna niyə təsir eləmir? Turizm Nazirliyinin assosiasiyaya dəstəyində bu niyə özünü göstərmir? Bu haqqda sizin fikirləriniz nələrdir? Belə deyim, burada dəstək olması üçün belə deyim, proyekt vermək lazımdır. Hansısa bir proyekt verilir və dövlət baxır, o bizim Azərbaycana nə cür köməklik edəcək? Məgər sizin bu sözünüzü kəsirəm, verdiyiniz proyekt var idi. Mən heç o haqda bilmirdim də. Tutaq ki, nar festivalında nara uyğun bir gözəl kokteyl olsun və Azərbaycanın hər barında olsun. Çünki onsuz da mən şəxsən karyeram boyu görmüşəm ki, Rusiyalı qonaqlar məsələn də bu bir misaldır. Gələn kimi birinci narlı nəsə istəyirlər, şərabın mütləq dadına baxırlar və ona mənə elə gəlir ki, barmen şərabdan sonra təklif eləsə ki, bizdə yerli bir kokteyl var, hal-hazırda bütün barlardadır. İstəyirsiniz bir bunun da dadına baxın. Mən əminəm ki, dadına baxacaqlar. Orxan. Sevdilər, sevmədilər bu söhbətin o tərəfdə, amma baxacaqlar. Bəli, bəli, bəli. Bu özü bir gözəl bir proyekt deyildimi? Siz bunu vermisiniz də. Yenə də niyə dövlət qəbul eləmir? Sadəcə olaraq bizim o vaxtı hər bir qurumda indi dəyişikliklər gedir, cavan kadrlar gedir, yaşlı insanlar yaşdaşır. Bu normaldır. Mən də yaşdaşacağam, məndən sonra kimsə başqa bir insan gələcək, bu assosiasiyaya rəhbərlik edəcək. Ümid edirəm ki, daha da məndən də yaxşı layiqli Fəaliyyət göstərər. rəhbərlik, məndən də yaxşı rəhbərlik eləyər. Orada sadəcə olaraq biraz yaşlı nəsillidir. Mən də görüblər ki, 28, 29, 30 yaşında bir insan o praktikada olmadığına görə onlar ona okey vermədilər. Bu mənim şəxsi subyektiv bir fikrimdir. Yəni nəyə görə proyekt var idi? Nar festivalı ilk dəfə Nar festivalı yaradılanda mən ora addım atdım. Hətta orada bir oğlan var idi ki, hansı ki dedim, Murad proyekti ver, problem yoxdur. Yəni bir Azərbaycan variantıdır. Yəni problem yoxdur, narahat oldum. Dedim okeydə gəldim, yaşlı bir kişi ilə Allah onun canını sağ eləsin, görüşdüm. Adını çəkmirsiniz. Yox, adını yadımdan çıxıb. Vəzifəsi nə idi bəs? Köməkçisi, Kimin? nazirin. Okey. Hə. O vaxt Əbülfəz Qarayev idi nazir. Nazir idi, hə, Qarav idi. Voşum belə bir şey. O ona üstünlük vermədi, əhəmiyyət vermədi. Mən dedim, okey də, bir də görüşüm, bir də alınmadı yenə də. Alındı, görüşlər alındı. Prosta yenə də öz sözünün üstündədir. Yəni burada maliyyə söhbəti var. Amma zaman dəyişilir, yeni bir baxışlar gəlir. Həm baxışlar gələndə də yeni bir beyinlər gəlir və görürlər ki, həqiqətən də belə şey eləmək lazımdır. Ən elementar olan ən primitiv olan bir şey 3 ya da 4-cü dəfədir Şamaxıda üzüm şərab festivalı edilir. Bəli. Və orada çox layiqincə təmsil olunurlar bütün spirtli içkilər, yerli şərabçılıqdan söhbət. Yəni orada həm şərabçılar, qeyri-şərab məhsulları da orada təmsil olunur. onu da izah edirəm da. Qeyri-şərab, yəni cin də var orada, brendlər, portfellər, brendlər təmsil edirlər özlərini orada. Yəni sözümün canı odur ki, baxış dəyişir. Başa düşürsüz nə demək istəyirəm? Yəni o da baxış necə dəyişir? O ona maliyyələşdirən, burada maliyyədir, maddiyyət əsas önəmli bir şey. Mənim maddiyyətim olsaydı, necə ki mən bayaları sadaladım, bunu elədik, o hamısı mənim öz vəsaitim hesabına olunubdur. Yəni birinci ilk yarışma yox, ilk məsələn iclaslarımız hamısı öz vəsaitim hesabına. Sonra sponsorlar gəldilər, gördülər ki, burada barmenlər yığılır və s. Yəni bütün sponsorlara lazımdır ki, onların içkisi populyarlaşsın və barmenlər arasında süzülsün, satılsın. Düzdürmü? Burada maliyyələşdirən kimdir? Burada maliyyələşdirən üzüm şərab şirkətləridir. Aydındır. Bizdə isə maliyyələşdirən spirtli içkilərdir. Spirtli içkilərdə inşallah maliyyələşdirəcəklər. Çünki hər şey maddiyyata asılıdır. Yəni mənim indi gücüm var nəsə
eləməyə. Mən indi gücüm var, treyning center açım falan edim. O vaxtda da var idi gücüm. Prosta sadəcə olaraq hamımız bilirsiniz ki, bu insan bir yerdə icarə nəyisə götürəndə, o icarədən bura keçəndə bir period var, adaptasiya periodu var. İnsan bir yerə məskunlaşanda gələ bir yerdə qalsın, bir 4 il, 5 il, işte bu özünü möhkəm tutsun. O adaptasiya periodu adamı təsir edir. Bunu veşləri orada, onu oradan bura daşır. Burada yeni bir şey var. Şimdi aləm dəyir bir-birinədir. Yəni biz yerli əvvəl Babək Plazada əyləşmişdik biz. Sonra orada elə oldu ki, alkoqolni boom yarandı bütün respublika üzrə. Boom necə? Yəni çevrilişdə mən ona çevriliş deyirəm. Alkoqolni çevriliş yarandı. Bir içki şirkətində idi bütün içkilər, sonra keçdi başqa içki şirkətinə, sonra bir müddətdən sonra yenə də başqa. O da hardasa 2 ilə yaxın vaxt çəkdi. Bir içki şirkətindən bu birisinə, sonra bu birisinə. O kimə ki indi keçib, orada bir rahat bir illik adaptasiya dövrü var. Yəni işçilərin tutulmalıdır, yerber eləməlidirlər, tam içki müdiriyyəti ilə tanış olmalıdırlar. Yəni bütün kollektivdə elədir ki, restorana daxil olanda təzə bir işçi, o adaptasiya dövrü var. Onun özünü doğrultsun, tanıtsın, etimad göstərsin və s. Yəni idarə heyətinə gələndə isə sədr mənəm, 2 dənə də müavin var idi. Onlar sonra dəyişildi. O da nə ilə əlaqəlidir? Sferasını dəyişdirdilər ona görə. Əvvəl Anar idi, Ənvər idi. İndi dəyişilib olub Əli. İbrahimoğlu Əli. Bəli, Okay. Əli İbrahimoğlu olub. Bir mənəm, bir də bir nəfər var idi. O tam fəaliyyət göstərmir, prosta sənətdə gedir. Aydındır. Amma mən çox istəyirəm ki, bizim həqiqətən də mən çox istəyirəm ki, bizdə nə qədər desələr də assosiasiya artıq ümumiyyətlə də, yəni təkcə Azərbaycanda yox, bütün dünyada belə deyirlər də. Yəni düz açığın deyim, bəzi dövlətlərdə bu belədir. Assosiasiya həmişə qınaq obyektinə çevrilir. Hansısa bir barmenlər və sair tərəfdən də. Mən o çağırmaq istəyirəm hamını, uşaqları da, barmenləri ki, assosiasiya üzv olsunlar. Üzv olandan sonra hamı birlikdə bu işin sənətini qaldırmaq. Bu mənim açıq deyirəm fikrimdir və biz dəfələrlə uşaqlarla görüşmüşük. Nizam da var idi orada o vaxt, tam Emin Qafarov və s. Biz görüşmüşdük. Gəlin birlikdə, hamımız bir yerdə birlikdə bu axıra qədər gedək. Çünki mən elə iş çoxalır. İş çoxaldığına görə də o yükün altına mən girdiyimə görə çatdırmıram. Çünki orada problemlər yaranır. Yəni postlar paylaşılmalıdır və tekst redaktiv olunmalıdır, korreksiya olmalıdır, dəfsiz olmalıdır tekst. O bütün hamısını şəkilləri bölüşməyindir, sonra teksti yazmaqdır. O hamısını mən özüm eləyirdim ki, istəyirdim ki, ideal olsun. Ki o vaxtın dövründə qınaq olmasın. Sonra iş çoxalandan sonra məcbur oldum ki, çox işi götürə bilməyim. Çünki iş çoxaldıqca, işi göstərdikcə, keyfiyyətli iş göstərdikcə iş çoxalır. Çoxalanda da insan istər-istəməz yükün altına girə bilmir. Çünki hər bir insan bir yükü daşıya bilər də. Yəni onun yanında köməkçiləri olmalıdır ki, dəlçi prodajat eləsin. Təklif eləmişdim, gəlin üzv olun və bu barmenli, ümumi bütün Azərbaycan barmenlərini yeni bir level'a qaldıraq, yeni bir level'a qaldıraq. İndi hal-hazırda mənəm, Əlidir. Okay. Mən bu haqqda elə bir sualım olacaq. Bir-iki dənə bizdə müəllim var, hansı ki, onların adlarına mən O haqqda da sual var. Onu sonra deyək. Bəli, o haqqda məhz sual verəcəm sizə. Birinci ümumiyyətlə gəlin bu mövzunu bitirək ki, ümumiyyətlə bir ölkənin barmenlər assosiasiyasının hədəfi, məqsədi, funksiyası nələr olmalıdır? Assosiasiya nəyə xidmət eləməlidir, nəyi nizamlamalıdır, nə işlər görməlidir, industriyaya nələr qatmalıdır və Azərbaycan Barmenlər Assosiasiyası bunların hansının öhdəsindən gəlir, hansının öhdəsindən gəlmir? Bu haqqda lakonik bir cavab. Hədəflər bildim. İkinci nə idi? Hansı hədəflər sonra? Funksiyası nələr olmalıdır, məqsədi nə olmalıdır bir ölkənin assosiasiyasının? Yəni belə deyim. Mən bir cavab vereyim hamısına. İşte bu qısa olsun da. Çünki buradan başlayıb bura tulanacaq. Əla, qısa danış. Ümumiyyətlə vaxtımız azalıb. Barmenlər Assosiasiyasının hədəfi ümumiyyətlə barmenlik səviyyəsini artırmaqdır, içki mədəniyyətini artırmaq. Yəni assosiasiyanın məqsədi budur. O hansı yollardan bunu eləyir? Kadrlar vasitəsilə. Kadrlar hansılardır? İndiki olan barmenlər, indiki olmasının fərqi yoxdur. Barmenlərə düzgün məlumat çatdırılmasında, düzgün məlumat hansı yollarla çatdırılır? Hardakı olur təlim-tədris mərkəzi, hardakı seminarlar, treyninqlər keçirilir. Təəssüflər olsun ki, 16-cı ildə, 16-cı, 17-ci ilə qədər bu təlim və tədris mərkəzi, treyning center deyirik ona. Treyning center mövcud idi. Sonra onun mən maddiyyət olmadığına görə,
yəni Lord dediniz, sponsorlar olmadığına görə o alkoqolni içki çevrilişi vardı. Mən bir müddət arendasını öz cibimdən ödədiyimə görə mən məcbur oldum ki, onu bağlayım. Sonra pandemiya gəldi, çıxdı, ondan sonra böyük vəziyyət yarandı. Bu hədəf Training Center'dan bağlı bir suala cavab. Funksiyası hardasa elə buna funksiyası nədir? Açıqdır. Bizim nizamnamədə yazılıbdır ki, barmenlərə, ofisiantlara dərs demək, onları öyrətmək, müxtəlif növ sərgilər keçirtmək. Bu bizim funksiyamıza daxildir. Bu bizim qanunvericiliyimizə, yəni nizamnaməyə bu zidd deyil. Yəni hansısa bir MMC çıxsa ortalığa ki, mən bar show eləmək istəyirəm, problem deyil, eləyə bilər onu. Lakin olaraq o onu eləyəndə orada onun sorğusu biraz fərqli olacaq dövlət qarşısında. Biz amma onu eləyə bilərik, bizdə sorğu olmayacaq. Çünki bu bizim nizamnamədə yazılıbdır, bizim funksiyamız budur. Sərgilər funksiyası odur ki, sərgilər keçirtmək, yeni barmenləri, yeni nəsli öyrətməkdir. Bu sənətə, bu bir, bu heç. Okey? Okey. Üçüncü nə idi? Və Azərbaycan Barmenlər Assosiasiyası bu öhdəliklərdən, funksiyalardan, hədəf məqsədlər hansının öhdəsindən gəlir, hansının öhdəsindən gəlmir? Yəni bu saydıqlarınızın hansı bizdə qəşəng alınır, hansı hələ ki qəşəng alınmır? Yenə də qayıdaq o həməki əvvələ. Deməli, hansı nədən öhdəliyindən gəlir, nəyin nədən öhdəsindən gələ bilmirik. O çatdırmaq istəyirəm bütün tamaşaçılara ki, biz 2012-ci ildə, 12-ci ildən 18-ci ilə qədər fəaliyyət pik olub 16-cı, 17-ci ilə qədər pik olub. Keçmişik sonra 18-ə, 18-də də bayaq dediyim kimi içki şirkətlər içki şirkətlərində dəyişikliklər olduğuna görə bu biraz spada getdi. Bu da normaldır. Çünki maliyyə gəlir içki şirkətindən. Dövlət bunu dəstəkləmirsə, maliyyə gəlir içki şirkətindən. Hansı işlər biz görmüşük? Yəni öhdəlikləri hansıdır ki, bacarırıq, hansını ki eləyə bilmirik. Əvvəl hamı bilir ki, çox yarışlar keçirtmişik. Çox həddindən artıq çox yarışlar. Yəni ildə elə olub ki, 3 dənə, ən azı 2 dənə yarış keçirdildi, ən azından. İldə elə olubdu ki, treninqlər keçirtmişdik, seminarlar keçirtmişdik, xaricdən gələn mentorlar gəlmişdi, dərs demişdi, viski haqqında, cin haqqında, fərqi yoxdur. Məlumat göndərirdi bizim cavan kadrlara. Hansılar ki, indi hal-hazırda pik səviyyəsindədirlər, yəni yuxarıdadılar. Daha elə kadrlar var ki, hansı ki, indi hal-hazırda müdirlər işləyirlər. Şəbəkə müdürü işləyən var, restoran müdirləri var, işləyən və s. yəni. Hətta ki, xaricdə, Gürcüstanda 5 dövlətlər arasında, 5 dövlət regional yarışmanın adı orada rus dilində idi. Mən çalışdım indi o azbəzənə çevirim. Assosiasiyalar regional assosiasiyaların barmenlik yarışması. Yəni ingilis dilində orada yazılır. Regional Association Cup. Yəni 5 dövlət var idi orada. Gürcüstan, Azərbaycan, Ermənistan, Belarusiya, Ukrayna. 5 dövlətlərdən Gürcüstanda yarışma keçirir. Və orada biz birinci yeri tutduq. Birinci yerin tutmanın səbəbi də mən demirəm mənəm. Birinci yerin tutmanın səbəbi birinci yeri kim tutub? Əli İbrahimoğlu. Bizim barmenlərimiz ilk 5-liyə 3 nəfərlə daxil olublar. Bizim barmenlərimiz. Yəni Ukrayna, Belarusiya qoyuruq bir kənara. Gürcüstan, tam Ermənistanda. Gürcüstan ümumiyyətlə orada yox idi. Var idi, tam az insanlar var idi. Onlar 5-liyə daxil olmadı. Bizdə 3 nəfər daxil oldu ora. Birinci yeri tutdu bizdə Əli İbrahimoğlu, ikinci, üçüncü yeri Ermənistanlılar tutdu, dördüncü, beşinci yeri tutdu, yenə də bizimkilər tutdu. Biri Darya idi, biri də Elman idi. O da ki, verirdilər orada Ermənistana. Nəyə görə? Orada xal fərqi var idi. Onların assosiasiyanın rəhbəri girirdi o otağa ki, oradakı müsiflər heyəti keçdilər balları saymağa. Mən onu görüb sırası daxil oldum ki, başladım nəzarət etməyə ki, orada əlavə xal yazılmasın. Çünki bizə birinci yer önəmli idi. 2013-cü ildə bu baş veribdi. Yəni bu öhdəliklər nədən ibarətdir? Bu hamısı görülən işlərdir. Gücümüz çatana qədər bunu biz elədik. Lakin işlər o qədər çox gəldiyinə görə şirkətlərin sayı, içki şirkətlərinin sayı çoxaldığına görə, təbii ki, çoxaldığına görə də hər içki şirkəti istəyirdi ki, öz brendini tanıtdırsın. Düzdürmü? Elə olurdu ki, müraciətlər gəldi ki, biz bu il eləmək istəyirik. Deyirəm, əzizim, bu il bir aydan sonra Hennessy yarışmasıdır. Ondan sonra bu masterclassdır. Ondan sonra budur. Yəni biz həqiqətən də çatdırmırdıq. Çünki orada tək idim. Əli idi, Cəmil idi,
Ələsgərov. Yəni o dərəcədə biz çatdırmır. O işləri görə adama hardasa təsir edən o idi ki, ən azından motivasiya vermək üçün, yəni şəbəkədə like deyilən bir şey var. Düzdürmü? O like'ların sayı azalırdı, nə bilim nə. O normaldır da, yəni mən başa düşə bilərəm. O azalırdı. Mən demirəm, like indi heç kəs dalınca qaçmır da. Yəni hamının gözü tərəzidir. Görülən işlər hamı görür, bilir nədir. Вот. Güc çatmadığını indi gələ bilmirik nəyə görə? Çünki yeni kadrlar gəlib, yeni baxış gəlibdi, yeni kokteyllər gəlibdi, təzə avadanlıqlar gəlibdi, Avropadan barmenlər oxuyurlar, Avropadan işləyirlər, gəlirlər bura. Oradakı işləyən barmenlər yeni avadanlıqlarla gəlirlər. O oputla, təcrübə ilə burada yerli barmenlərdən bölüşmək lazımdır. Əgər hər bir hansısa bir insan gedibsə bölüşmək lazımdır. Çünki mən vaxtı ikən harasa mən Moskvadan gələndə mən uşaqlara dedim ki, bəsdir bu məhsullarla işləyirsiniz. Yəni əvvəl necə idi? Əvvəl sadə primitiv idi. 8-11, altda qrenadin, üstə apelsin soku, vodka, еще digər ingrediyentlər, все. O bir dənə qəşəng dekor qoyurdu, oldu superman. Düzdürmü? İndi fərqlidir baxış. O fərqli baxış hardan yaranıb? Xaricdən gəlib bura. O xaricdən gəldiyinə görə burada yerli kadrlara öyrətmək lazımdır. O günlərimdə bir obyekt vardı, oraya getmişdim. İndiyənə qədər qalıblar daş dövründə. Biz heç 90-cı illərdə belə şeylər eləmirdik. Rümkadır, dibinə sirop töküb, limon suyu töküb, araq töküb, qaşıqla belə qarışdırır. Ayıbdır. Yəni biz nə eləməliyik onu? Biz gülməli deyilik ona. Biz gəlməliyik ona başa salmalıyıq. O da insandır da, o da bilmir onu. Biz gəlməliyik ona çalışmalı demək ki, qardaş, bu bakalla sən işləsən daha da gözəl olar. İndi hal-hazırda yeni trend gəlir. Yəni gələcəyin trendlərdən biri o, mən axırda onu deyəcəm. Bu bakal mövzusudur. Yəni həqiqətən də belədir. Çünki indi bu saat hər yer doluşur. İndi bizə gəlib çatır. Xaricdə orucu çoxdandır. Yəni biz gülməli deyilik ki, filan kəs belədir, filan beş məkan vəsərdir. Yəni vallahi billahi mən sizə söz deyim, elə barmenlər var ki, hal-hazırda hansı ki topovu barmenlərdir. Yarışa ümumiyyətlə qatılmaq istəmirdilər. Vallahi qatılmaq istəmirdim. Mən gəlirdim, dedim ki, qardaş, uçibə palquçu səndə alınacaq, davay. Ürək dirək verdim. Bunu belə elə, bunu falan elə, beşməkə elə. Restoran gəzirdim ki, bunu belə eləsən daha da yaxşı olar. Bu da bilərsən və s. Valeranın özünün idi də. Valera udandan sonra mənə deyir ki, Murad, mən ümumiyyətlə yarışa qatılmaq istəmirdim. Sən gəldin mənə ürək dirək verdin. Yəni bu doğrudan həqiqət belədir. Çünki o mən bilməmişdim ki, həqiqətən də mən belə bir stimul, motivasiya verirəm insanlara. Sadəcə olaraq indi dövran dəyişilib. Pandemiya olduğuna görə insanıq da, biz hamımız evimizə bir nəsə aparmalıyıq da, düzdürmü? Restorana hamısı bağlıdır. Hər kəs başlayıb öz işinə məşğul olmalı. Elə barmenlər var ki, bu pis şey deyil, normal şeydir. İnsan dolandırmalıdır. Kuryer başlayıb işləməyə, taksi başlayıb işləməyə, fəaliyyətini ümumiyyətlə dəyişdirib. Görüb ki, pandemiyada budur, yoxdur. Keçib ya da ki, kofe sahəsinə keçibdir. Yəni var elə barmenlər hansı ki, bizdə flaringlə məşğul olurdular. İndi hal-hazırda şeydirlər. Kofe industriyasının ilk yox, qabaqda gedən mütəxəssislərdən biridirlər. Murad bəy, Azərbaycan Barmenlər Assosiasiyası niyə legitim, mötəbər və prestijli təşkilat deyil hal-hazırda? Niyə heç kim orada olmağa can atmır? Niyə heç kim orada olduğu ilə fəxr eləmir, qürrələnmir, Instagram profilinin info bölümünə oranın bir üzvü olduğunu belə fəxrlə yazmır? Niyə industriyada baş verən heç bir tədbir assosiasiya ilə razılaşdırılmır? Niyə biz tədbirlərin brend wallunda, tanıtım loqosunda və yaxud video çarxında bir küncdə bu Azərbaycan Barmenlər Assosiasiyasının loqosunu hal-hazırda görmürük? Niyə assosiasiya heç bir tədbirin tərəfdaşı olmur günümüzdə? Niyə belə prestijliyini itirib? Necə oldu bu? Bu bayaqları dediyim kimi prestijliyi nəyə görə itirib? O ondan irəli gəlir ki, tədbirlər keçirilməməsi, ondan irəli gəlir. Hansısa bir tədbirlərin keçirilməməsi, tədbirlərin içində nələrdir? İclasların keçirilməsi, uşaqları ən azından seminarlara, treninqlərin yığılması, yığılırsa az miqdarda yığılır. Yəni bu ondan irəli gəlir. Yəni hamısı bundan irəli gəlir. O da inşallah hamısı düzəlir və düzələ gedəcək. Yəni o nə ilə bağlıdır? Çünki sən məni bu verilişə çağırdığına görə mən əlbəttə başladım qulaq asmağa, görüm digər insanlar nə danışırlar, podkast ümumiyyətlə nə tər olur. Podkast verilişi var. Orxan eləyir. Orxan qorxmaz da. Podkast deyil o, biraz başqa format. Hə, o formatı Bəli, amma fərqlidir də. havaldır, yaxşıdır. Da, yox, sağ olsun. Salam deyirəm Orxana. Orxana da Orxan deyirəm. Qorxmaza, biz də salam deyirik. Davam eləsin, davamlı olsun. Da, tək ki davamlı olsun. Mən açıq deyirəm, mən hər bir insan nə edirsə bu sənət üçün, o yaxşı, mən demirəm yaxşı, pis, mən deyirəm ki, Allah onun nə mənada hər bir insan bu sənəti ictimailəşdirmək üçün, ictimailəşdirməkdən başqa hansısa bir fayda verirsə, yəni bu sahədə, fərqi yoxdur, hər hansı sahə olursa olsun. Yəni o qarşılığını mütləq görəcək. O qarşılığını mütləq şəkildə görəcək. Çünki Qorxmazın belə elədiyi
o podkast, mən o Bəli. mən prosta deyə bilmirəm o nə format sayılır, çünki biraz belə yeni belə şeylərdən biraz uzağam. Nə mənada uzağam? Yəni istəyərdim çağırsın. Adlandırmada yəni. Amma adlandırmada biraz çətinlik çəkirəm. Okey. O eləyibdi, sonra Tural var. Tural var. Vaqif bir ara çəkirdi. Vaqif bir ara çəkirdi. Vaqif indi Dubaydadır. Salamlar olsun ona. Elə Dubayda çəkirdi. Niyəsə bir yandı. Dubayda. No, Yəqin gətirər davamını. inşallah ki. Vaqif görünürsən. Da Tural məsəl üçün çəkir. Çox maraqlı konseptlərdir. Bar adamı. Da bar adamı çox maraqlıdır. Çox mənə ləzzət edir. Mənə də. İnşallah mən əminəm yox, mən %100 deyə bilərəm ki, sənin də verilişin, podkastın çox uğurlu olacaq. Yəni mən şunu hiss eləyirəm. Bütün insanlar, hər bir insan bu sahəyə nə köməklik, nə yardımlıq, nə eləyirlərsə, onlar %100 onun bəhrəsini necə eləyiblərsə elə də görəcəklər. Artıqlaması ilə görəcəklər. İnsanlar var, nəsə kiməsə öyrədir nəyisə, o onun qarşılığında, onun özünə də olmasa da onun 100% uşaqlarına köməklik olur. Yəni bu həqiqət belədir. Bu tərəfdaş nəyə görə olmur? Biz olmuşduq. Brentfordda filan görürük. Brentfordda yəni Yarışmaların tərəfdaşı deyil. o yarışmalar var, kommersiya yarışmaları var, adi-sadə yarışmalar var da məsələn. Biz 2021-ci ildə, yox 23-cü ildə Neva International Bartending Cup eləmişik, seçim turunu Azərbaycanda eləmişik. Loft Bar var orada. Orada Tural Həsənov qalib gəldi. Forloft da. Forloft. Yes. Mən prosta çaşdıram onları. Bu Tural Həsənov qalib gəldi. Bir də Kamal Ağayev flaring üzrə. Onları öz yəni sponsorların hesabı. Ramazan da qalib gəlmədi. Ramazan Türkiyəni təmsil edir. Aha. O avtomatik keçdi. Çünki o Türkiyənin vətəndaşı olduğuna görə avtomatik olaraq keçdi. Mən Azərbaycanlılardan ayırmıram. Türkiyə, Azərbaycan. Bəli. Sadəcə olaraq Tural Həsənov birinci yeri orada klassikdə qalib oldu. Kamal da flaringdə. Kamal da flaringdə nəyə görə? Ona görə ki, yəni Respublikada hal-hazırda o bir nəfərdir. Hal-hazırda durumdakı bir nəfər. Gələnlər var onun arxasıca. Yəni bizim tələbələrimiz var, hansı ki gələnlər var, öyrədilirik və s. Yəni o da inşallah 5 nəfər, 6 nəfər olacaq. Ujur flaring üzrə bir podrazdeleniya üzrə yeni bir yarışma növü seçəcəyik. Prestige, brand wall məsələsinə baxanda mən açıq deyirəm. Mən həmişə onun tərəfdarıyam ki, qonaq çağırılmamış yerə qonaq getmirəm. Yəni assosiasiya, yəni mən necə getmirəm? Yəni məni açıq deyirəm. Tural axırıncı dəfə Monikap yarışması var idi. Məni ora dedi ki, müəllim gəlim, açığın deyim. O qədər baş şişmişdi ki, baş qarışmışdı. Yəni Turalın təəssüflər olsun ki, Tural, sənə böyük salamlar. Təəssüflər olsun ki, mən gedə bilmədim. Yəni bu mənim üçün həqiqətən də çox böyük bir pis oldum ki, gəlmədim. O qalib gəldi. İstəyirdim orada ən azından ondan şəkil çək. İndi sözümün canı odur ki, yəni məsələ budur. Aha. Amma təqmini anladım. Amma mən məncə hamı da anladı. Da nə qədər də olsa da mən çalışıram daha da belə tolerant olum, hamı ilə mehriban olmaq. Yəni o mənim üçün ən prioritetdə olan bir xüsusiyyətlərimdən biridir ki, kim olursa olsun hamı ilə mehriban olur. Çünki biz Azərbaycanlıyıq hamımız bir yerdə. Okay. Murad bəy, mən assosiasiyanın Instagram səhifəsinin info bölümünə baxdım. Bir neçə məqam diqqətimi çəkdi. Orada yazılmışdı ki, Bartender Waiter School. Birincisi siz bayaq dediniz ki, ofisantlar yetişdirə bilmərik, amma orada Waiter School yaranmışdı. Mənə maraqlıdır, waiter nə əlaqə? Bir də barmenlər assosiasiyasının yaxşı waiter yetişdirmək öhdəliyi varmı ümumiyyətlə? Siz bayaq halbuki bunun olmadığını dediniz. Ardıca yazılmışdı ki, bar consulting, bar equipment, event bar. Sizcə bu yazılanlar industriyanın ən mötəbər təşkilatından daha çox hansısa şəxsi xidmət sahəsində fəaliyyət göstərən bir firmanın xidmətləri deyilmi? Bəli, bu elançidir. Nəyə görə? Bu waiter mən deyim sizə. Waiter əvvəl biz planlaşdırdıq, açığın deyim. Sonra öyle oldu ki, waiter məsələsi biraz çətindir. Nəyə görə? Çünki restoranlar buna addım atmırlar. Restoranlar ona görə addım atmırlar ki, deyirlər ki, siz öyrədəcəksiniz. Bu ofisantlar öyrənib başqa yerə gedəcəklər işləməyə. Yəni bu beləncidir. Ona görə də biz bu bölümünü biraz ləğv elədik. Okay. Amma müraciət eləyənlər var. Məsələn, Rəşad Cəbrayılov var. Dedi ki, Murad, açın, mən gəlim ofisantları orada sizdə öyrədim. Kimdir Rəşad Cəbrayılov? Rəşad Cəbrayılov əvvəl işləyib otel sektorunda. Yəni ixtisaslaşdırılmış kadrdır. Yəni başqa ixtisaslaşdırılmış kadrlar da var. Hansı ki, müraciət edirlər. Müdirlər deyirlər ki, gəlin sizin məktəbinizin nəzdində biz ofisantları dərsdən keçirik. Bilirsiniz necə? Ofisant bar elədi ki, o bir ayrıca bir belə deyim də, ayrıca bir Respublika deyil. Respublikada Muxtar vilayət deyil. Onu deməyək də belə bir şey. No, təxmini məntiq o deməkdir. Aha. Amma ofisantlar çox genişdir. Ofisantları biz araşdırma apardıq. Safron Group üçün biz onu fikirləşmişdik o vaxt. Orada belə bir məsələ var idi ki, kimlə danışırıq? Ofisant deyir ki, mən bunu öyrətdim.
Sabah bu afisant öyrənəndən sonra gedəcək başqa yerə işləməyə. Mən niyə ona görə vəsait sizə ödəməliyəm? Belə bir şey var. Aha. Yəni vəsait nədən ibarətdir? Qrup olaraq, Safron qrup olaraq bizə üzv olur. Biz də ona xidmət göstəririk. İxtisaslaşmış kadrları təqdim edirsiniz ki. Bəli, bəli. Bu ixtisaslaşmış, bəli. Bu işləyə bilər. Garantiya verib öyrətmiş. Çünki assosiasiyanın burada adı var. O vaxtı zaten belə idi. Otellər təzə açılanda, Fairmont oteli, Four Seasons yox, Fairmont oteli açılanda onlar bizə Marriott-dur, müraciət eləyirdilər ki, bizə kadrlar lazım. Dedim, okey, sənə danışmışdım. 20 nəfəri toplayırdıq, hansı ki o 20 nəfərlərdən indi hal-hazırda bəziləri direktor işləyir, menecer vəzifəsindədirlər. Topladıq, getdi Sabitserniyə, Fairmont otelinə. Onlar özləri təəccübləndi ki, bu nə qədər barmen, amma barmen o vaxtı tapa bilmirdilər. Yəni bunu o birlik elədi ki, yığdı, topladı hamısını. Sonra equipment məsələsinə gələndə, bəli, equipment məsələsi bar sahəsinin bir belə deyim də, yəni qoludur. Nə ilə bağlıdır? Amma assosiasiyanın mı öhdəliyidir bu equipmentdən təqdim edir? Yox. Yox, bu Təchiz eləmə. assosiasiyanın içində showroom yaradılır. Showroom yaradılır. Və ora gələn barmenlər avadanlıqlarla tanış olur. Okey. Çünki orada biz dərs deyəndə avadanlıqlarla tanış edirik. Okey. Və təbii ki, lübo insanda yaranır o fikir ki, bunu hardan, necə və s. Bu normaldır. Satış baxanda isə satış şeyində bizdə başqa bir insan, biz onu yönəldirdik. O satışını o eləyirdi. Əvvəl mən eləyirdim, sonra dedim ki, bu mənim işim deyil, keçirdirik o başqa bir insan məşğul olsun. Creating məsələsində də bu normal bir şey. Creating bu, belə deyim, bu da bir qazanc növüdür. Çünki lüboy dövlətlərdə assosiasiya bu işlə məşğul olurdu. Aha. Onlara müraciət eləyirlər. Bizə bir barmen verin. Biz də barmen veririk. Barmen verməklə də onu onlarla tanış elədik. Bizim işimiz kənarlaşdı. Biz oradan götürüb pulu buna vermirik. Yəni o əgər düşünürsünüzsə. Ona görə də bu SMM, sosial media olduğuna görə catering sözü yazılanda bizim adımız çıxırdı onların arasında. Bar sözü yazanda bizim aramızda. Bu da normal bir şeydir. Yəni bu bütün dövlətlərdə bu var. Xarici dövlətlərdə hamısında bu var. Murad bəy, sosial medianın bu qədər günümüzdə önəmli olduğu dövrdə assosiasiyanın saytı niyə işləmir? Nə vaxtdan işləmir? Amma hətta orada qeyd olunub ki, var belə bir. Bəli. Assosiasiyanın saytı var idi. Sonra Instagram, Facebook biz qərara gəldik ki, bunu Instagramla keçirdək, Facebookla keçirdək. Çünki assosiasiyanın saytı o vaxtı yaratmışdıq. Tələbat var idi. Tələbat sonra olmayandan sonra elə oldu ki, orada domain pul ödənişləri eləmək lazımdır və s. Mən gördüm ki, Instagram daha da çox fayda göstərir. Funksional deyil, yəni sayda. Saytda funksionallığını itiriblər. Okay. Funksionallığı ən azından restoranlar var, sayt üzərindən indi işləmir. Yəni sayt üzərində dövlət qurumları var, sayt üzərindən məsələn ancaq Google-a vuranda nəsə axtarır, qabağına çıxır. Yəni o indi hal-hazırda Instagramdır, TikTokdur, Facebook da ölübdür, yoxdur Facebook. Yəni mən məsələn əvvəl Facebooka girirmişəm, mən 2 ildir, 3 ildir Facebooka girmirəm ümumiyyətlə. Yəni burası var. Instagramdan və sosial mediadan söz düşmüşkən Murad bəy, mən assosiasiyanın Instagram səhifəsində düşdüm ən aşağılara. Və baxdım ki, əvvəllər assosiasiya həm belə özü hərəkət baxımından, həm sosial media hesabları üzərindən əməlli başlı fəaliyyət göstərib, paylaşımlar, masterklasslar, tədbirlər, guest bartendinglər, yarışmalar filan. Sonradan fəaliyyət zəifləyib, paylaşım azalıb, bir yerdən sonra isə sanki əməlli başlı loru dildə desək başı buraxılıb. Sanki idarə eləyən deyib ki, əşki nəyimə lazımdır. Son paylaşım isə 2023-cü ilin may ayında olub. Bu durğunluq nə ilə bağlıdır? Necə oldu ki, həvəs söndü? Qırılma nöqtəsi hara oldu? Kimsə küstürdümü sizi? Ən belə tam sönmə məqamı, axırıncı o deyirləri bardağı taşıran damla. O hansı oldu ki? Küstürən yox. Aha. Küstürmə kişi xasiyyətinə bir xas olmur. Yox, yəni kimdənsə küsmək yox, ümumiyyətlə işdən yəni soymaq da bu. Soymaq deyə, soymaq. Motivasiyanı itirmək deyə. Yəqin küsməyə başa düşdüm. Da, mən başa düşdüm. Deməli, sosial medianı idarə etmək üçün ayrıca bir insanlar lazımdır ki, düzgün şəkildə idarə eləsinlər. Bu normaldır, yəni şəkilləri yükləsinlər, postlara şəri yazsınlar və s. Əvvəl hamısını mən özüm eləyirdim, tək eləyirdim. Əli köməni eləyirdi, tekst yazırdı, mən ona deyirdim, buradan belə elə, vergülü buradan, belə filan və s. yəni. Təsəvvürün gör nə qədər iş var. Yarışı təşkil eləmək, hansı seminar təşkil eləmək, ondan sonra bunu teksti ora paylaşmaq və s. Facebookda tam şəkildə mən bacardığım qədər hamısını eləyirdim. Prosta şəkillər yüklənirdi və s. Bir müddətdən sonra nəyə görə? İşlər çoxaldı.
Mən ona həqiqətən ucu çatdırmırdım. Çatdırmadığıma görə SMM şirkətini tapmaq mümkün deyildi ki, mümkün idi hamısını tapmaq. Hamısını restoran şirkətidir, restoranlara baxılır və s. Orada bir əlavə bir sərmayə lazımdır ona. Əlavə bir xərcdir bu. Qərara gəldim ki, yavaş-yavaş özünü əlavə eləyərəm. Elə oldu ki, işlər çoxaldı, biraz fikrimdən çıxırdı, bacardığımızı eləyirdik, əlavə edirdik. Məsələsinə baxanda isə nəyə görə işdən nəyə görə soyudum və yaxud nəsə başqa bir şey. Bir əhvalat danışım, real bir olan əhvalatdır. Yəni mənə barmenlər deyirdilər, mənə çox istəyənlər də, çox istəməyənlər də. Bu normal bir şeydir. Hər bir insanın həyatda çox istəyən də var, çox istəməyən də var da. Yəni bunun mən şahidi olmuşam Moskvada olanda. Yəni burada belə deyirlər, sabahlarda o həmənki yarışmada iştirak edirlər də. Həmin qurumun və yaxud hansısa bir təşkilatın yarışında iştirak edirlər. Deyirlər ki, bu belədir, belədir. Mən onu görmüşəm. Mən çalışmışam ki, bizdə bu hadisə baş verməsin. Yəni kiminsə dalınıza belə pis danışırlar və s. Yəni ona baxmayaraq bəzi barmenlər var, deyirlər ki, Murad, sən belə deyirlər, deyirəm, mənim üçün fərqi yoxdur. İnsan mənim üzümə heç nə demirsə, mən ona niyə fikir verməliyəm? Öz işimlə məşğul idim. Prosta davam edirdim öz işimi. Fikir vermirdim, doğru dedisi. Hətta elə bir barmenlər də vardı ki, hansı ki, mənim tərəfimi orada saxlayırdılar. Mən olmayırdım, mənim tərəfimi orada saxlayırdılar. Elə bir insanlar da var idi. Mənim özümə deyirlər, Murad, sən olmursan orada. Deyirlər, mən deyirəm, elə deyil, Murad belədir, filandır, qeşmişəm. Yaxşı məndə də. İndi bir əhvalat olubdu. O mənə konkret gözümlə gördüyüm, qulağımla eşitdiyim bir əhvalat. İşə düzəlmə məsələsi. Mən belə hesablasaq, bəlkə də nə bilim, 1000 nəfər, 2000 nəfər barmen işə düzəltmişəm. O vaxtın nəzərində baxanda, o perioda baxanda. Bir dəfə Malakan bağında prosta gedirəm, 3 nəfər söhbət edirlər Malakan bağı tərəfdə. Onlar 3 nəfərdən birini mən tanıyıram, o da məni tanıyır. Bir-birimizi barmendir, seminarlarda iştirak edirik. Biz başladıq söhbət nədənsə eləməyə. Söhbət işdən düşdü. Məndə problem deyil də, yəni bir şey yaz, öz haqqında məlumat ver, mən yönəldim işdə də yəni belə bir şey. Bu 2 nəfər də cavan uşaqlar, işsiz idilər. Bu da bunlar qayıdıb deyir ki, bəs nəyəcə bir şey eləmişsiniz, bəs Murad bərqə demişsiniz ki, bəs belə. Bunlar da mənə tanımırlar. Başladılar deməyə ki, bəs Murad mənim pul alır, filan 5 meşan klasda işə düzəldir, pul alır və s. Yəni Azərbaycanda bir dənə də barmen deyə bilməz ki, mən kimisə işlə düzəltmişəm və ondan nəsə pul almışam. Bir nəfər deyə bilməz. Mən başladım bu 2 nəfəri dilə tutmağa. Başladım dilə tutmağa ki, başlayım deməyə ki, bəs. Düz deyirsən, məndən də vaxtı ikən alıbdı pulu. Başlayıram bunu danışdırma, dinləndirməyə, görün bu nə deyir? O ki, o şimdi biraz danışdı. Aslında deyirəm ki, adam deyir, istədiyiz adam var, müvəffəq. O mənəm. Səndən pul alınır nə olsun? Ağladılar. Yəni araba biraz da bu təsir edir ki, olmadığı, hardasa eşitdiyi bir şeyi beyninə salıb, dilə gətirir başqasının yanında. Başqasına ipucu kimi gedir verir başqa yerlərə. O da başqa cür başa düşür. Və eləsi də insanın adı korlanır. Düzdürmü? Bu normal bir şey. Kimsə hadisə deyirsə, o da normal nədən irəli gəlir? Mən ictimaiyyətə öz işimlə məşğul olduğuma görə ictimaiyyətə çıxmırdım. Nə mənada? Yəni o mövzuları mən qaldırmırdım. Necə ki, indi hal-hazırda mən ictimaiyyətə çıxmışam. Sənin vasitəndir. Və bu mövzuları mən toxunuram və məsələlərə danışıram, deyirəm ki, əslində budur. Yəni ona görə küsmək deyirəm, ona görə mən soyumamışam işdən. Soymaqların səbəbləri odur ki, elementar olaraq açıq deyirəm. Elementar olaraq sən dedin, Murad, sən açıq danış, mən də açıq danışıram. Dünən sıra gün sən məni çağırdın ki, bəs belə-belə dedim, mən canla başla sənə verilişi və nə eksən, digər uşaqların verilişlərini hazıram getməyə. Baxıram bir digər platformadan bir barmenə sual verirlər. Assosiasiyanın fəaliyyəti haqqında nə düşünürsünüz? 20 saniyəlik sakitçilik getdi. Biraz orada sarkazmla gülüşlər, sağa və s. Amma o barmen demədi ki, bəli, fəaliyyət olub, lakin indi yoxdur fəaliyyət. O sözü demək lazımdır. Amma Emin Qafarov çıxıb, dediyi fəaliyyət bəli olub, lakin indi o fəaliyyət deyil. Mən Emindən alqışlayıram onun bu sözlərinə görə. Çünki o həqiqətən də həqiqəti söyləyibdi. Nəyisə gizlətməyibdi. Çünki nəyisə gizlədəndə digər insanlar başqa şey fikirləşir. Biri belə danışır, biri belə danışır. Mənim dilimdən eşitdiyimi qarşıdakı olan insanlar eşidəcək. Kimisə dilindən mənim haqqımda yox, mənim dilimdə mənim özüm haqqında. Başa düşdünmü Orxan? Əlbəttə. Yəni burada belə şeylərə, halbuki hansı ki o insan Beynəlxalq Barmenlər Günündə Qız Bartendingdə iştirak eləyib. Yarışmalarda Jameson Bartending oldu 2017-ci ildə Orxan
Orxan deyək də, Salaxov bəy. birinci yeri qalib gəlibdi. Müxtəlif yarışmalarda iştirak eləyibdi. Yəni mən demirəm Orxan. Prosta Orxan xahiş elədi ki, Bəli. ona görə də mən onu belə Orxan da bizim qonaqdır. Orxan da O da cavabını verər növbə. həqiqətən də deyirəm, hər bir uşaq, hər bir insan, hər bir barmen həqiqətən də mən deyirəm öz işini, dəsti xətti işini göstəribdi. Hal-hazırda Orxan özü mən çəkinmirəm, bir şey eləmirəm. Paylaşımlar eləyir Jack Daniels haqqında, Jack Daniels mövzusu haqqında. Təmasdadır, danışırıq, biz küsülü deyilik, bir şey deyirik. Prosta biz insanıq da danışırıq. Ki necə deyirlər, insan çəkişməsən bərkitməz də, yəni bir sözü var, atalar sözü var. Yəni ona görə də bu mənə o demirəm, bu prosta axırıncı yadımda qalan bir şeydir. Ondan qabaqki amma olub da məsəl üçün əvvəl uşaqlar var idi. Bartender Baku. Bəli. O İndi də varlar. İndi də var, hə. Onlar da yaxşı uşaqlar da, onlar da nəsə eləyiblər. Amma nəsə eləyəndə düzgün eləmək lazımdır. Nə mənada düzgün eləmək lazımdır? Yəni özünü fikirləşib mən düşüncəmdə, yəni tədbirlər eləmək biz daha da qəşəng tədbirlər eləmək olardı. Məsəl üçün mənim tədbirlərimdə mən çalışırdım uşaqlara hamısına izah edeyim, deyim ki, xarici görünüşünüzə fikir verin. Çünki fikir verəndə qıraqdan təzə başlayan adam sizə baxıb öyrənir və bizə baxanda da istər-istəməz nə olursa olsun, barmenlər digərlərinə ibrət olmalıdırlar. Əvvəl çünki bizdə belə idilər. Yəni necə belə demirəm, xarici görünüş. Barmenin baxırdı, o daha da prestijli olurdu. Başa düşdünmü? İndi amma pis vərdişlərlə olan barmenlərin sayı çoxala gedir. Lord deyirsə, tam cashback, Ona da toxunacağıq gələn dəfə. Yəni o mənim üçün pis vərdişlərdir. Onun da çarəsi var uşaqlar. Ona görə narahat olmayın. O indi Orxan sual verər, suallarına cavab verərəm. Başqa orada bir suala cavab almadı. Burada yox qalmadı. Yəqin ki, bu gün qurtarırıq. Amma növbəti görüşümüz olacaq. Bunu davam eləyəcəyik. Çünki suallarımız çoxdur, danışılacaq mövzularımız çoxdur. Mütləq toxunacağıq ikinci bölümümüzdə. Söhbətimiz çox axarlı getdi Murad bəy. Mən heç belə düşünməzdim. Hələ bu gün çatdırmadıq. Mütləq ikinci bölümümüz olacaq. İkinci bölümdə də mütləq toxunmadığımız mövzulara toxunacağıq. Davam edəcəyik elə. İnşallah. Çox sağ ol Orxan. İnşallah görüşmək ümidi ilə. Sonlandırmırıq. Hələlik deyirik. Mütləq ikinci bölümü olacaq. Bizi izləyin. Bəyəndinizsə Coffee Hall platforması üzərindən bizi iyanə edərək dəstəkləyə bilərsiniz. Bu qədər. Yo, man.